Doktor, ac qalmaq maddələr mübadiləsini sürətləndirir. Mif. Qısa müddətli aclıq metabolizmanı sürətləndirir. Əksinə, uzun müddətli enerji çatmamazlığı olduqda orqanizm enerji sərfiyyatını azaltmağa başlayır. Siz daha az kalori yandırırsınız və buna tibbdə adaptiv termogenez deyilir. Axşam 6-dan sonra yemək kökəldir. Mif. Əsas məsələ saatda deyil. Əsas məsələ gün ərzində qəbul etdiyiniz ümumi enerji miqdarıdır. Əgər kalori balansınız mənfidirsə, saat 9-da da yesəniz çəki verə bilərsiniz. Kalori saymadan arıqlamaq mümkündür. Doğrudur. Amma kalorini saymasanız da qəbul etdiyiniz enerji, sərf etdiyiniz enerjidən az olmalıdır. Sadəcə bunu bəziləri sayaraq edir, bəziləri isə porsiyanı azaltmaqla. Arıqlamaq üçün mütləq idman lazımdır. Mif. Arıqlamanın əsas səbəbi kalori defisitidir. Amma idman əzələ kütləsini qoruyur, metabolik sağlamlığı yaxşılaşdırır və verilən çəkinin geri qayıtma riskini azaldır. İlk əriyən piy qarın piyidir. Təəssüf ki, bədən haradan piy itirəcəyinə özü qərar verir. Bu, əsasən genetika və hormonlarla əlaqəlidir. Sport reduction, yəni yalnız qarın piyini əritmək elmi olaraq hələ sübut olunmayıb.